maraqlıdır, yekədir. Ay Allah, gəldim görüm bura necədir, görürsən hazırdır hər şey. Ay nə gözəl vəzifələr buranın, nə qəşəng. Bu kimdir ay Allah? Sən kimsən? Sən kimsən? Yo, deyə bilmərəm. Nə deyə bilmirsən? Sən hardan gəlmisən? Necə gəlmisən? Burada tək olmalıydım axı mən. Mən hara düşmüşəm? Nənəm tapşırıb ki, özünü təqdim eləmə. Niyə Tanımadığın təqdim adamlara. eləməsən? Niyə? Nə olub ki? Hə? Niyə təqdim eləmirsən? Yo, nənəm tanımadığım adamlara özümü təqdim eləyə bilmərəm. Bura haradır? Nəyə gəlmişəm? Hara düşmüşəm? Bilmirəm. Qorxma cırtdan, qətiyyən qorxma. Burayı çox yaxşı yerdir. Bura bizim uşaqlarla görüşəcəyimiz yerdir. Mənim də adım Çiçəkdir. Məni tanıdın artıq. Mən buranı hazırlamışam ki, uşaqlarla birlikdə görüşək. Onlarla yaxşı vaxtımız xoş geçsin. Uşaqlar gəldik ki. Bağışlayın uşaqlar. Yeni dostumuza başım qarışıb, sizi görmədim. Salam uşaqlar. Yeni verilişimizdə xoş gördük sizləri. Necəsiz? Halınız həmişə xoş olsun. Neyinirsiz? Nə var da yox? Ay Çiçək bacı, sən kimlə danışırsan belə? Uşaqlarla danışıram. Uşaqlar hardadır ki? Hardadır uşaqlar? Oradan baxırlar. Oradan baxırlar bizə. Nə qəşəng. Hə, qəşəngdir. Çiçək bacı, mən özümü onda belə nağılımla təqdim eləyim. Əslində bütün uşaqlar bilir, yenə də mən danışım. Hə, doğru uşaqlar. Biri var idi, biri yox idi. Dayan. Bir balaca. Bir dayan. Ha, nə olub? Onlar bir dənə bax. Deməli, bizim uşaqlar nağılımız da var. Bizim oyunlarımız da var. Bizim vaxtımız çox xoş gecədir. Bəli, əsası da müsabiqəmiz var tapmaca ilə. Bəli, tapmaca ilə. Dayanın, mən birini deyim. Tapmacanı deyim. Tapmaca, oyunlar. Yo, Çiçək bacı. Gözlə. Niyə? Mən çox gözəl tapmacalar bilirəm. O qədər tapmacalar bilirəm ki. Doğrudan bu nə yaxşı oldu uşaqlar. Dedin ki, qəşəng tapmacalar oyunu olacaq da. Bəli, tapmacalarımız olacaq. Tapmacanı bəlkə mən deyim Çiçək bacı. Çox gözəl Sən tapmacalar tapmaca bilirəm. bilirsən? Çoxlu tapmacalar oldu. bilirəm. Əla oldu bu. Buyur. Onda uşaqlar getdik tapmaca deməyə. Buyur gedək. Dayan. Bəs tapmacanın cavabını uşaqlar hara göndərsin? Əvvəl bunu deyim. Uşaqlar, tapmacanın cavabını tez bu aşağıda gördüyünüz nömrələrə göndərin. Yaxşı uşaqlar, getdik. Hə, uşaqlar, bugünkü tapmacamız belədir. Qanadı var uçmağa, iynəsi var sancmağa. Hə, tapın görək, nədir? Yaxşı fikirləşin. Qanadı var uçmağa, iynəsi var sancmağa. Cavabı aşağıda qeyd olunan nömrələrə mütləq göndərin. Tez olun. Cırtdan, istəyirəm uşaqlara, bugün sənin nağılımı danışım. Hə, nənə, mənim nağılımı danış. Nə yaxşı. Biri var idi, biri yox idi. Bir nənənin balaca bir nəvəsi var idi. Onun adı Cırtdan idi. Bir gün dostları gəlib qapını döydülər və dedilər Cırtdan, biz meşəyə gedirik, bizimlə gəlmək istəyirsən? Cırtdan sevindi. Ay nənə, nə olar, qoy mən də gedim də meşəyə. Hə, nənəsi güldü və dedi ki, gedə bilərsən. Amma getməmişdən qabaq həm Cırtdana, həm onun dostlarına yağlı çörək verdi. Uşaqlar yola düşdülər və meşəyə tərəf yollandılar. Biraz getmişdilər ki, gördülər, Cırtdan gəlmir. Dedilər, ay Cırtdan, sən niyə gəlmirsən? Cırtdan dedi, yorulmuşam. Nənəm sizə yağlı çörək vermişdi.
siz də gərək məni öz belinizə alıb aparasınız. Uşaqların əlacı kəsildi, cırtdanı belinə alıb apardılar. Çatdılar meşəyə, öz şələlərini yığdılar, düzəltdilər, yollandılar. Gördülər, cırtdan yenə də gəlmir. Ay cırtdan, indi niyə gəlmirsən? Şələ ağırdır. Uşaqlar meşədə şələlərini yığdılar, kürəklərini alıb yollandılar. Gördülər ki, cırtdan yenə də gəlmir. Dedilər, ay cırtdan, indi niyə gəlmirsən? Cırtdan dedi, nənəm sizə yağlı çörək vermişdi. Mənim də şələmi özünüzlə aparın. Onlar şələni də götürdülər, kürəklərini aldılar, yollandılar. Az getmişdilər ki, qaranlıq çökdü. Bilmədilər hara getsinlər. Bir tərəfdən işıq gəlirdi, bir tərəfdən iç hürürdü. Dedilər, ay Allah, ha tərəfə gedək biz? Cırtdan dedi, gəlin işıq gələn tərəfə gedək. Bəlkə biz onda yolu tapa bilərik. Onlar birlikdə işıq gələn tərəfə getdilər. Gördülər bir mağaradır və orada bir div yaşayır. Div bunları görüb dedi, nə yaxşı oldu. İndi bunları evə çağıraram, öz mağarama və axşam bunları yeyərəm. Ay uşaqlar, nə olub sizə? Hardasınız, hardan gəlirsiniz? Uşaqlar dedilər, biz yolumuzu azmışıq. Div dedi, gəlin içəri, istirahət edin, sabah yolunuza davam edərsiniz. Div onları içəri dəvət etdi. Onlara yemək verdi, yer göstərdi ki, onlar yatsınlar. Elə ki, yuxuya getdilər, div dedi, bunlardan birini artıq yeyim. Kim yatıb, kim oyaq? Cırtdan tez yerindən qalxdı. Hamı yatıb, cırtdan oyaq. Div dedi, cırtdan niyə oyaq? Cırtdan dedi, nənəm mənə yatmamışdan qabaq qayğanaq bişirərdi. Mən onu yeyib yatardım. Div dedi, yaxşı, mən sənə qayğanaq bişirərəm. Div getdi, onun üçün qayğanaq bişirib gəldi. Cırtdan qayğanağı qabağına qoyub yedi doyunca və uzandı yatsın. Div biraz da gözlədi. Dedi, aha, indi yatıblar. Gəldi, yenə yaxınlaşdı. Kim yatıb, kim oyaq? Hamı yatıb, cırtdan oyaq. Div dedi, axı cırtdan niyə oyaq? Dedi ki, cırtdan dedi, nənəm mənə yatmamışdan qabaq xəlbirlə gedib çaydan su gətirərdi. Mən o suyu içib yatardım. Div dedi, yaxşı, mən sənin üçün gətirərəm. Xəlbiri götürüb çaya get. Nə qədər sudan götürdüsə, su xəlbirdən yerə töküldü. Vaxtdan istifadə edən cırtdan tez dedi, ay uşaqlar, durun ayağa, durun. Div bizi yemək istəyir. Uşaqlar həyəcanla qalxdılar. Tez şələlərini götürüb mağaradan qaçdılar. Gəlib yavaş-yavaş çaydan keçdilər. Səhər artıq açılmışdı. Div uşaqları çayın o səmtində görüb dedi, ay uşaqlar, hara gedirsiniz? Necə gedirsiniz? Necə keçdiniz çaydan? Cırtdan dedi, bura nə var ki? Sən də bizim kimi keçə bilərsən. Div dedi, bəs mən necə keçim? Dedi, nə var ki? Sən dəyirman daşını boynuma salacaqsan və çaydan keçəcəksən. Div buna aldandı, böyük dəyirman daşını boynuna keçirtdi. Amma cırtdan sudan keçəndə daş ağır olduğuna görə suda batıb getdi. Və cırtdan öz ağlı ilə öz dostlarını xilas etdi və onlar sevinə-sevinə öz evlərinə qayıtdılar. Hə, cırtdan, nağılım xoşuma gəldi. Nələ gördün, necə mən qəhrəman cırtdanam, dostlarımı xilas eylədim, ha? Çiçək bacı, Bəli. sən dedin ki, mən özümü təqdim eləməliyəm də, düzdür? Bəs Bəli. mən sənə bir dənə bir şey deyim də. Mən əgər özümü təqdim eləsəm, bu verilişi mən çəkə bilərəm, nə olar? Mən çəkim də buranı qəşəngdir. Verilişi çəkənlər var da, sən- 1, 2, 3, başladı. Bir dəqiqə, dayan bir dəqiqə. Ay. Sən özünü qəşəng təqdim eləmədin. Gərək sən özünü qəşəng təqdim eləsən. Sən məni tanıdın, uşaqları tanıdın. Elə deyil uşaqlar. O uşaqlar da səni tanımaq istəyir. Bilmək istəyir sən kimsən, hardan gəlmisən, dostların kimdir.
Buyur. Tanımalıdılar məni əslində, amma mən buranı tam tanımamışam axı. Çiçək bacı, yuxarı bax. Gör nə qədər işıqlar var orada. Bəli, qəşəng. Bəs mən onlar nə üçündür? Mən onlardan qorxuram axı. Hamısı da mənə baxır, onlara bax. Qorxma. Onlar olmasa biz görünmərik. Onlar bizi göstərən işıqlardır. Yəni biz görsənmək üçün bunlar lazımdır. Qorxulu bir şey deyil. Düzdür, böyükdülər, amma bura qəşəng işıqlanıb da, pisdir bəyən. Deməli bu işıq vasitəsilə bizi görürlər. Bəli, görünür. İşıqlar, yaxın gəlin. Cırtdanı qəşəng çəkin. Baxın, ay nə qəşəngəm mən. Papağım da nə qəşəngdir. Bəli, çox qəşəng papağın var sənin. Kürkün də qəşəngdir. Xoşum gəlir. Hə. Təzədir, Seyfası bilirsən, nənəm təzə düzəltdiribdi. Seyfası, bəs burada olanlar var ha. Bəs o nələrdə olar dəmirlər? 1, 2, 3, 4. Hə, onlar, bildim nə edirsən, onlar kameradır. Kamera bilirsən nədir? Kamera bizi uşaqlarla görüşdürür. Belə deyim də, necə deyim? Onlar vasitəsilə görür. Bildin? Uşaqlar bizi onlar vasitəsilə. Bəli? Uşaqlar onun içindədirlər. Hə, demək olar elədir. Hə, uşaqlar. Seyfacı, elə gülməli danışdın ki, o boyda uşaqlar ora necə yerləşirlər? Yox, o cür deyil, amma onlar orada oturublar, onun bizi ki göstərir bu kameralar. Onlar da oturublar televizorun qarşısında, bizi qəşəng görürlər. Hə. Belə də belə. Çiçək bacı, oradakılar kimdir elə dayanıblar? Hamısı bizə baxırlar. Vay. O birisi orada bir dənə oturan var, mənə tərs-tərs baxır. Biri rejissordur, biri kameramandır. Hamısının öz işi var burada ki, bizi uşaqlarla görüşdürsünlər. Burada qorxulu heç nə yoxdur. Bunları mənə təqdim elədiyin üçün çox sağ ol. Sən də sağ ol. İndi mən də keçim özümü təqdim eləməyə. Buyur, belə intizarındayıq. Hə, deməli, uşaqlar, mənim adım Cırtdandır. Bayaq nağılımı danışırdım, Çiçək bacı dedi ki, nağıl vaxtımız vardı, onda danışarsın. Hə. Çiçək bacı, deməli, mən çayın kənarında yaşayıram nənəmlə. Orada mənim bir dənə qoca nənəm var. Sonra mənim dostlarım var çoxlu. Nə yaxşı. Mənim elə 2 dənə dostum var, onlarla çox yaxınam. Onlarla o qədər yaxınam ki, hətta biz meşəyə gedəndə onlarla bərabər gedirik. Biri Çiçək bacı, biri köçdü. Çox yeyir, yeməyi çox yeyir. Amma tək yemir, bizlə bərabər yeyir. Dostsuz da, dostları ilə yeyir. Çiçək bacı, amma o birisi də çox uzundur. Nə yaxşı. Bizim boyumuz ağaca çatmayanda, hər hansı meyvəni istəyəndə deyirik ki, Əli, oradakı meyvəni ver də mənə. Nə yaxşı, deməli adı Əlidir. Əlini atır, bizə o meyvəni verir, bizə sağ olsun valla, yaxşı dostdur. Çox qəşəng dostların var sənin. Dost olmaq çox gözəl bir şeydir. Mənim də ağlım var ha, bilirsən də. Mən də çox ağıllıyam. Bəli, belə də görünür. Qəşəng ağlım var. Nəyinirsən o ağlınla? Ağlımdan istifadə edirlər mənim. Məsələn, nəsə, bax, divə qalib gəlməyimiz. Divə necə qalib gəldilər? Mənim ağlım vasitəsilə qalib gəldilər də. Əgər mən orada eləməsəydim və fərqli fikirlər deməsəydim, qalib gələ bilməzdim. Düzdür. Ağıllı uşaqlar, bəli, sən də onlara o cür kömək edirsən. Çox gözəldir. Uşaqlar bir-birləri ilə, dostlar bir-birləri ilə dost olsunlar. Baxın uşaqlar, görürəm ki, sizə də maraqlıdır bu verilişimizdə nələr olacaq. Siz bu verilişdə həm əylənəcəksiniz, həm oyun oynayacaqsınız, çoxlu faydalanacaqsınız və ən əsası da hədiyyələrimiz olacaq. Nə? Bəli, hədiyyələrimiz olacaq. Ura! Nə gözəl. Hədiyyələr, qəşəng hədiyyələr. Ura, hoppa. Çiçək bacı, gör nə qəşəng şarım var mənim. Nə gözəldir. Deyirəm Cırtdan. Sən də qəşəng papağın var. Hə, qəşəngdir də mənim papağım. Nə maraqlıdır. Nənən tikib? Yox, papaqçı tikibdir. Nənəm göstərib, papaqçı da deyib ki, baş üstə tikərəm ay nənə. Bəhbən, amma qəşəngdir. Xoşum gəldi papağından. Hə, qəşəngdir. Çiçək bacı, mən heç özümü tam belə təqdim eləmədim. Mən biraz özümdən danışa bilərəm. Buyur, danış. Xoşuma gəldi bura. Nə var ağlı? İstəyirəm ki, məni hamı yaxşı tanısın. Bir də Çiçək bacı, ondan qabaq bir dənə söz soruşum. Sən dedin ha, tapmacalar. Nənəm mənə çoxlu tapmacalar öyrədib də, bilirsən. Bu tapmacaları nənəm deyir ki, qədimdən o vaxtdan
nənəm deyirlərmiş. Aha. Nənəm də elə yadında saxlayıb, bilirsən, yaxşı. Çiçək bacı. Nə O da yaxşı. mənə deyir qəşəng, mən də əzbərləyirəm. Aha. Sonra fikirləşirəm ki, bunun cavabı nə idi? Bunu gedirəm axtarıram. Çox fikirləşirsən? Elə olur ki, 3 gün olur. Oo, Elə olur ki, 3 gün. Hə, bir həftə də çəkib Çiçək bacı. Sonra nənəm Maraqlıdır. kömək eləyib, mən də tapmışam cavabını. Hə, Cidden, bunları dostlarıma da deyirsən də yəqin ki. Hə, nənəm deyib ki, bala, öyrəndiyin hər nə varsa, dostlarından paylaş, dostlarından bölüş. Yəni onlara da öyrət. Sevbaz Aferin. özü belə deyib, gözlə bax belə deyib. Cırtdan. Mənim ağıllı balam. Bax nə bilirsənsə, hamısını dostlarıma da denə. Düz deyil, düz deyil. Şafa, düz deyil. Nənəm, Gərək canım nənəm. həm öyrəndiklərimizi yadımızda saxlayaq, həm də başqalarına da öyrədək. Bəli, düz Dostların da səndən faydalanır da. Bilirsən cırtdan, Aha. bizim tapmacalardan başqa bayatılarımız da var. Bəli, bizim bayatılarımız var. Bayatı. Nə Bilirsən qəşəng. bayatı nədir? Yo, Çiçək bacı. İndi deyəcəm. Uşaqlar, sən də Aha. qulaq as, uşaqlar diqqətlə qulaq asın. qulaq Bayatı asırıq. bizim qədim Aha. şeir üslubudur. Ha? Yəni əvvəllər insanlar öz hisslərini, öz sözlərini şeirlə deyərdilər. Bax cırtdan, indi Aha. bayatı bilirəm mən deyim. Aha, denən İstəyərsən Çiçək deyim. bacı. Çox Olsun. maraqlı gəldi mənə də. Bax, dostluq haqqındadır. Elə sənin Aha. sözünün üstünə gəlir. Aa, Əzizinəm, dost gözəl. aha. Yoldaş gözəl, dost gözəl. Ay. Hamının öz yeri var. Aha. Dostun vəfası gözəl. Birini də deyim. Nə gözəldir Çiçək bacı. Qəşəngdir, Bəli. xoşuma gəldi. Hə, Uşaqlar sizin də xoşunuza gəldi. Hə, Çox bəyəniblər sevindim. hamısı. İstəsə birini də deyim. Denən, hə, yaxşı denən. Siz də istəyirsiniz? Deyə, dostlar Bu yenə dostlar. denən də. Hə, yenə dostlar denən. Əzizinəm, deyəcəm. dost olaq. Aha. Yoldaş olaq, dost olaq. Aha. Məndən ayrı dolanma. Yo. Yaman günün çox olar. Yo, Çiçək bacı, mən bundan sonra heç səndən ayrı dolanaram. Deməli dost olmuşuq. Burada nə Yaxşı, qədər çox dostlarım var. sevindim. Hə, bir dənə də var. Aha. Qəşəngdir. Bunu deməyəcəm. Ye. Özüm Niyə ye? Birini də denən də Çiçək bacı. deyəcəm, yəni Hə. tapacaqsan, xoşuma gələcək deyirəm. Cırtdan. Ay. Gəl birini də deyim Aha. istəyirsən. Hə, mütləq. Yaxşı. Buna bax, o çox xoşuma gələcək bilirəm. Aha. Balalar, ay balalar. Aa. Şirin, şəkər balalar. Övladsız ev olmasın. Yo, olmasın. Yoxsa ürək daralar. Hə, ye Çiçək bacı. Nə qəşəng dedin. Biz olmasaydıq, siz nə edərdiniz? Bəli, uşaqlar, siz bu veriliş də olmazdı. Nə yaxşı ki biz varıq Nə yaxşı uşaqlar. ki varsınız, əlbəttə ki. Siz gözümüzün nurusunuz. Hə, çox sağ ol. Hə, Çiçək bacı. biri də Bəs yenə var. bilirsən? Bu Nə yenə qədər bilirsən bilirəm bayatı? Bu da maraqlı olacaq sizin üçün. Aha. Hə. Asanı, ay asanı. Sözə qulaq asanı. Aha. Uşaqlardan çox Çiçək bacı. sözə qulaq asanı. Necə də məndən danışdın? Deyirsən Hə. ki, sözə qulaq asanı. Məndən danışırsan ya ancaq. Gör mənim kimi necə Hə, qulaq asırsan da sən sözə yəqin ki. mənim kimi sözə Uşaqlar qulaq asan sizdə, uşaqlar hə? çox olsun. Bəli, gör nə qədərdir. Ümidvaram ki, sözə qulaq asan uşaqlar çox olar. Hə, Niyə düz böyüklər deyirsən. sizin Çiçək yaxşılığınız bacı, üçün indi bunu sən bunları mütləq dedin yadınızda belə, saxlayın. qəşəng. Mən də bunların hamısını yadımda saxladım. Bayatı nədir? Gedəcəm dostlarımla, hamısını dostlarıma deyəcəm. Onlar da qəşəng öyrənəcəklər, biləcəklər bayatı nədir. Nə yaxşı, çox sevindim. Bəli, bunlar bizim qədim bax tapmacalardır, bayatılardır, atalar sözlərdir. necə Bunlar də bizim qədim gözəl. ənənələrimizdir. Hə. Gərək bunları Ay, yadımızda ay, ay, saxlayaq. bayatı. Deyirəm uşaqlar, mənə maraqlıdır. Sizin əl işləriniz var. Necə əl işləri? Yaxşı indi deyirəm. Məsələn, şəkil çəkmək, bəlkə nəsə düzəltə bilirsiniz, bəlkə həyətdə nəsə əkə bilirsiniz. Əkimsinizsə, məsələn, ola bilər. Məsələn, yemək bişirə bilərsiniz, salat hazırlaya bilirsiniz. Varsa, əgər bu cür əl işləriniz varsa, onlar bizə mütləq göndərin. Nə bacarım? Çiçək bacı. Mən rəsm çəkməyi çox sevirəm. Bax, indi gedirəm nə yaxşı. gətirməyə. Baxın görün, mənə də maraqlıdır. Baxın, o nədir elə? Aha, bu. Baxın, Tapdım. Baba, çiçək bacı. Gör nə qəşəng. Rəsm çəkirəm mən. Ki,
Baxın uşaqlar, cırtdan özünü çəkib. Cırtdandır da o maraqlıdır. tanımadı Çiçək bacı. Qəşəng şəkil çəkirsən ha. Hə, mən öz rəsmlərini çəkirəm. Sonra Aha. dostlarıma verirəm ki, Hə. sonra yadlarına düşsün ki, mənim belə dostum var da. Ona görə deyirəm evlərində, otaqlarına qoysunlar. Səni unutmasınlar da, yəni heç vaxt sənin gözlərindən Cırtdan. qoymasınlar. Hə, Çiçək Görürsüz bacı. uşaqlar, cırtdan Mən özü özümü, də. mən axı çox ağıllıyam. Mən qəhrəman cırtdanam. Bəli, sən Mən qəhrəmansan. dostlarını divdən xilas eləyən cırtdanam. Əlbəttə. Mən çox ağıllıyam da. Dərslərini yaxşı oxuyan cırtdanam. Nənəsinin sözünə qulaq asan cırtdanam. Ay. Dostlarına sadiq olan cırtdanam. Maşallah. Çiçək bacı, səni də təzə tanıdım. Mhm. Dostlarımı da təzə tanıdım. Aha. Onda görəcəksiniz də mən necə bir cırtdanam. Lap yaxşı. Mən də səni görürəm ki, çox belə zirəng, ağıllı uşağa oxşayırsan. Elə tanış olduqca görürəm ki, elə o cürdür. Hə, Çiçək bacı, bax, mən bir dənə rəsmim var mənim. Qəşəng mən bir dənə rəsm çəkmişdim. İndi bu yanımdaydı da. Aha. Onu gətirə bilməmişəm. Aha, Mən maraqlıdır. bax, hə, biz meşə kənarında daxmada yaşayırıq da. Nə qəşəng. Gözəl mənzərələr var. Ona görə də mən hər gün oraların rəsmini çəkirəm. Məsələn, nələr var? Biraz belə təsvir et uşaqlar da. Hə, bilə yaxşı görək. deyim. Sənin Bax, yaşadığın yer necədir? Orda Mhm. qəşəng çay var. Çayın içində Aha. arada bir balıqlar olur belə hop 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 bəh. hoppanır. Sonra Çox qəşəng. ağaclar var çoxlu, meyvə ağacları da var, güllər var. Başqa nə sonra, var? Hə, bəzi heyvanlar da yaşayır. Sonra nənəmin bizim bir də qəşəng həyətimiz var. Aha. Orada heyvanlar var. Toyuğumuz, yaxşı. cücəmiz, Ay ya, mən inəyimiz. cücələri çox xoşlayıram. Bax, Hə. uşaqlar da deyir ki, xoşlayırlar. Çox maraqlı olur, heç şey bacı. Hədsiz çox maraqlı olur. Qəşəng bizim bağımız da var, bilirsən? Nə gözəl. Hə, Yəqin orada- çoxlu meyvələri var, hə? Hə, həm meyvələr var, həm tərəvəzlər var. Nənəm məsələn kartof yemək bişirəndə soğanla kartofu həyətdən gətirir. Bəh, hamısı təbii. Biber, Əladır, mən çox sevirəm. pomidor. Tanıyırsan çiçək bacıları, yemisən onlardan? Yeni şey olar, hamımız istifadə edirik. Hə, yo yeyibmiş. Elə bildim, ciddi deyirsən, heç çiçək bacı deyəcəkdim. Vay, gələn dəfə sənə pomidor Ay, gətirərəm. Görürsüz də cırtdanı. Hə, çiçək bacı. Buyur. Sonra orada badımcan olur, xiyar olur, qarpızımız da hətta olur bizim. Öz Aha, nə meyvələrimizi. maraqlı. Yayda meyvəsi olur. Hə, Qışda da hə, çox tərəvəzi qəşəng. olur. Əladır da. Çiçək bacı, bir də nənəm mənim üçün qəşəng yağlı çörək bişirir. Bilirsən nədir? nə dadlıdır? Necədir ki o? Nam, Maraqlıdır mənə. Nam. Yağlı çörək o qədər dadlı olur ki, çiçək bacı, yesən. Deyərsən ki, elə mənə hər gün yağlı çörək gətir. Yəni hər o gün. qədər dadlıdır. Uşaqlar da deyir ki, o nədir belə? Bizim üçün də gətirər, biz dadına baxaq. Çox dadlı çiçək bacı. Gələn dəfə nənəmə deyəcəm ki, Mhm. sənə də ayrıca yağlı çörək hazırlasın. Deyərəm ki, çiçək bacı deyərəm ki, nənəmə çiçək bacı pomidor da qoy. Hə, pomidoru tanımıram, ona Təbii görə deyirsən. də kənd məhsuludur da. Sənə oradan gül də gətirərəm. İstəyirsən? Mən gülləri çox sevirəm. Nənəm də çox sevir. Hər dəfə nənəmə gülləri bağdan dərirəm, aparıram, verirəm, deyirəm, canım nənəm. Bilirsən cırtdan, mənim həyətimdə də güllər var. Mən çoxlu güllər yetişdirmişəm. Aha, Hə, o qədər deməli sən qəşəng, də gözəl ətirləri verir- var. Hər fəslə də yetişdirirsən. uyğundur. Məsələn, elə gül var ki, məsələn, elə olur ki, güllər qurtarır, amma Aha. mənim həyətimdə güllər qurtarmır. Çünki hər fəslə uyğun bir gül Qulluq əkmişəm. eləyirsən də çiçək Çox bacı. hə? qəşəng qulluq eləyirəm. Uşaqlar, siz də evinizdə o gülləri, ağacları qoruyun, onları əkin. Həm evinizin havası gözəl olar, həm də Aha. gözünüz belə xoş olar. Çiçək sevinəsiniz. bacı. Bəli. Bəlkə uşaqlar belə eləyirlərsə, məsələn, bağda nəsə əkirlərsə, Mhm. bəlkə bizə çəkib göndərsinlər özləri ilə Dedim, onu bərabər. əvvəldən dedim, mütləq. Uşaqlar, Hə. baxın o. Mütləq onları bizimlə paylaşın, biz gözləyirik. Bax, cırtdan da mən də onu bizə Gözləyirik. maraqlıdır ki, dostlarımız nə işlərlə məşğuldurlar. Hə, görəksən də, görək bəlkə onlar da elə mənim kimi qəşəng bağları var. Bəlkə çiçək bacı. Heyvanlar da ola bilər görəsən. Ola bilər bəlkə heyvan saxlayırlar. Hə. Məsələn, ola bilər ki, kənddə yaşayan dostlarımız olsun. Aha. Məsələn, qoyun, keçi, məsələn, qəşəng
Bütün məsələn, inəkləri də ola bilər də. İnək qəşəng süd verir, dadlı-dadlı südlər inək, verir. bəli, Pendir məsələn, o düzəlt- deyir sənə yağlı çörək yaxardan əmələ gəlir. Nənələrinə, analarına kömək eləyən yerdə də bizə göndərə bilərlər, hə? Bəli, uşaqlar, baxın, mütləq göndərin. Biz intizarınızdayıq. Şəkillərinizin və göndərdiyiniz hər nə olsa. Mütləq göndərin. Hə, göndərin uşaqlar, göndərin. Gözləyirik ha sizdən şəkilləri. Hə, Çiçək bacı. Deyirəm ki, nənəm bayaqdan nənəmin adını çəkirəm, hə? Nənəmdən heç danışmadım, Heç Doğrudan bilmirsən ki, mənim nənəm necə bir insandır, nə Maraqlıdır cürdür. mənə də uşaqlar. Sizə də maraqlıdır elə bilirəm. Hə? Ən əsası, birinci ondan başlayım ki, mənim nənəm çox dadlı, yağlı çörəklər bişirir. Yağlı çörək. Qəşəng dadlı yeməklər bişirir. Bəli, bütün nənələr kimi. Mənim də nənəm elədir. Hə, sənin də nənən var? Bəli, mənim də nənəm var. Mənim bir də şirin nənəm var ki, yeməkləri də dadlıdır. Özü də maşallah bir belə qüvvətli nənəm var mənim. Hə, uşaqlar. Əlindən iş gəlir. Aha, uşaqlar, bəs sizin nənəniz var? Bəli, uşaqlar var. Ki. Aha, orada bir uşaq deyir ki, mənim nənəm var, maşallah. Bax sənin nənən çoxlu dadlı yeməklər. Onda nənələr yaxşı. Eşitdin də nə dedi? Deyir çoxlu şirinlər bişirir ki, mən şirini çox xoşlayıram. Mən də çox xoşlayıram şirniyyatları. Hə, qoğal bişirir, şəkər bura bişirir, paxlava bişirir. Bəh. Yerim mən. Çiçək bacı, mən ən çox şəkər bura xoşlayıram. Mən də. Mən həm şəkər bura xoşlayıram, həm paxlava xoşlayıram. Çiçək bacı. Buyur. Deyirəm ki, uşaqlar elə nənələri ilə bəlkə bərabər şəkil göndərsinlər bizə də. Hə, doğrudan çox maraqlı gözəl olar, fikirdir hə? uşaqlar. O da maraqlıdır. Siz məsələn nənəvizlə bir yerdə oturun, qəşəng şəkilləri çəkin. Təkcə nənələr yox, babalarınızın da. Hə, yox, Nənələr babalar babalar bizim başımızın üstündə sayəsi həmişə olsun inşallah. Həmişə salamat olsunlar. Onlar bizim başımızın tacıdırlar. Onlar evimizin nurudurlar. Onlar olmasa nə olar? Darıxdırıcı olar. Və biz nəvələri də çox sevirlər. Sonra kim gedib nənəsinə deyər ki, canım nənəm, mənim qəşəng, mehriban nənəm. Deyə bilmərik sonra. Deyirəm ki, Çiçək Allah bacı. canlarını sağ eləsin. Həmişə uzun ömürlü olsunlar. Hə, Çiçək bacı. Buyur. Deyirəm ki, mən bayaqlarım dedim ha, mən qəhrəmanam. Bəli, Mən qorxmazam. Hə, mən ağıllı Niyə cırtdanam. qəhrəmansan Mən sən? nənəmə Deyə uşaqlar da bilsin. mən nənəmi məsələn qoruyuram. Necə qoruyuram? Bax, nənəmə çox işləməyə icazə vermirəm. Bağda gedirəm, kömək eləyirəm. Ağacın belini düzəldirəm, dibini belləyirəm. Sonra Afərin, əhsən sənə. hə, ağaclara, meyvələrə, tərəvəzlərə su verirəm. Bax, Sonra orada uşaqlar nənəm da deyir ki, mən də eləyirəm onu. Hə, Bax, orada Arif deyir ki, afərin. mən hər gün gedirəm su gətirirəm. Hə. Bəzi yerlərdə həmişə evdə su olmur da. Hə, düzdür. Sən də gətirirsən də Mən də su yəqin ki. gətirirəm, hə, Çiçək bacı. Gətirirəm. Biraz Su qapımız böyükdür. gətirirəm. Məsələn, dükana gedirəm. Afərin sənə Arif. Afərin. Afərin. Sən də Deyirəm, eləyirsən də cırtdan. hə, Çiçək bacı eləyirəm, hamısını eləyirəm. Bu qabımız böyük olur, nənəm ağır olur da. Mən də evdən biraz balaca qab götürürəm. Qəhrəmanam axı mən. Ay maşallah. Mən ağıllı qoçaq cırtdanam. Ona görə mən də gedirəm, qəşəng balaca qab götürürəm özümə. Sən gecə də gedirsən. Suyu, düzdür, 3 dəfə gedirəm, qayıdıram, amma gedirəm. Sonra yenə nənəmin yanında su olur da. Sonra su içə bilmərik, çay içə bilmərik. Sonra bunları kim eləsin? Nənəmə mən kömək eləyirəm. Qəhrəman. Qoçağam, qorxmazam. Yoxsa qorxaq olsaydım dostlarımı necə xilas edərdim? Əlbəttə hə, ki. Çiçək bacı? O boyda deyil. Hə. Əlbəttə hamısını danışmayaq da indi bizim. Hə, yox, Yəni hamısını uşaqlarla. danışma belə. Çiçək bacı, uşaqlar. bəs sən dedin, bax mənim nənəm çox mehribandır. Sənin də nənən mehribandır. Mənim nənəm çox nərmandır. Deyir, Nənəm bizə gələndə, ağıllı bax, balam. indi danışdın, nənəm üçün darıxdım laf. Sənə deyir ağıllı balam. Bəli, o mənə deyir Qəşəng ağıllı qızım. balam, Ha, şirin yo, yo, oğlum, qızım. oğlum. Bunlar Ha, yo, yo, qızım, qızım. hamısını deyir. Hə, Və hamısını həmişə deyir. nənəm gələndə bizim evdə bayram olur. O qədər sevinirik, o qədər nənəm ki, çünki evimizə nur gəlir də, gözümüzün nuru gəlir. Hə. Onları bəs
Biz hamımız mənim fikrimcə nənələrimizi çox istəməliyik, hörmət eləməliyik. Onların qulluğunda durmalıyıq. Onların gedib maç eləməliyik. Bəli, əllərindən öpməliyik. Uşaqlar bunları mütləq eləyin. Onlar Həmişə sizin kömək böyüklərinizdir. Onları həmişə əziz tutun. Böyüklərə hörmət çox böyük gözəl işdir ki, siz də böyüyəcəksiniz, qocalacaqsınız. Siz də nənə baba olacaqsınız. Ona görə də mütləq bunları yadınızda saxlayın. Hə, deyirəm ki, Çiçək bacı, bəs sənin də nənən yağlı çörək bişirə bilir? Mənim nənəm qəşəng qoğal bişirə bilir. Dedim də, məsələn, şəkər, baklava, bunları qəşəng bişirir. Nənəm üçün darıxdım, mən gedirəm nənəmin yağlı çörəklərindən yeməyə. Dayan, hara gedirsən? Uşaqlar var burada, hara gedirsən? Yaxşı, Çiçək bacı, sonra gedərsən. Nənəmi çox sevirəm. Uşaqlar, siz də nənələrinizlə bərabər şəkil çəkin, göndərin, gözləyirik. Mütləq. Uşaqlar, cavabı tapa bildiniz? Gəlin sizə biraz kömək eləyim. Tapmacamız necə idi? Qanadı var uçmağa, iynəsi var sancmağa. Aha, o bir həşəratdır, uçur göydə. Balacadır. Hə, iynəsi var sancmağa, fikirləşin. Yaxşı fikirləşin, görək o nədir? Cavabı aşağıda qeyd olunan nömrəyə mütləq göndərin. Deyirəm cırtdan. Sənin xoşuna gəldi verilişimiz. Hə, Çiçək bacı, çox xoşuma gəldi. Çox sevindim səndən bunu eşitmək. Uşaqlar, sizin də xoşunuza gəldi? Aha, nə yaxşı. Çox sevindim mən də sizdən bunu eşitmək. Mənə çox xoş olur belə sözlər ki, siz bu verilişi bəyəndiniz. Əgər bəyəndinizsə, cırtdan, sən də dostlarına xəbər ver. Uşaqlar, siz də dostlarınıza xəbər verin, qohumlarınıza xəbər verin. Onlar da bu verilişə baxsınlar, sizin kimi əylənsinlər. Elə deyil, cırtdan? Hə, Çiçək bacı, düz deyirsən. Burada mən, bax, tapmacalar deyəcəyik. İndi birini dedik də, sonra bayatı öyrəndim mən. Çox maraqlı bayatı. Deyirəm, cırtdan, hələ çox şeylər öyrənəcəksiniz. Daha nələr var, hamısını demirəm. O sürpriz qalsın. Deyirəm, Çiçək bacı, mən bu öyrəndiyim bayatını qəşəng gedəcəm dostlarıma deyəcəm. Nə yaxşı. Dostlarım da öyrənsinlər. Əla oldu. Uşaqlar, siz də öyrəndiklərinizi gedin dostlarınızla paylaşın. Onlarla bölüşün. Çiçək bacı, bizim verilişin adı nə oldu? Nə oldu? Cırtdanın macəraları. Bəli, Cırtdanın macəralarını hər gün izləyin. Uşaqlar, hamınız Cırtdanın macəraları verilişinə gəlin, baxın, oyunlarda iştirak eləyin, tapmacaları deyin, cavablarını göndərin. Bəli, Cırtdan, amma uşaqlar, verilişimizin axırına yaxınlaşırıq. Nə? Bəli. Verilişimizin axırıdır. Verilişimizin sonudur. Ay. Nə olursan? Mən gedib buradayıq da. Getmək istəmirsən? Elə şey olar, Cırtdan. Yo, bura çox xoşuma gəlir, Çiçək bacı. Mənim də bura xoşuma gəlir, uşaqların da xoşuna gəlir. Amma gərək evimizə gedək. Mən burada qalmaq istəyirəm. Elə şey olar. Yaxşı, görüm, Cırtdan. Bayaqdan nənədən danışırsan. Yağlı çörəkdən danışırsan. Nənəvi çox istəyirdin. Nə oldu bəs? Çox istəyirəm, çox. Nənə nigaran qalsın. Yo, nigaran qalmasın. Yaxşı, gedirəm. Gedəcəm. Get, amma sabah mütləq gəl. Yaxşı, mütləq gələrəm. Deməli, uşaqlar, yaxşı əl işlərinizi və tapmacanın cavabını və müsabiqəmiz ki var və siz onu hələ ki görməmisiniz, istəyirsiniz iştirak edəsiniz, onları gördüyünüz aşağıda nömrələr ki var, ora göndərin və o müsabiqə üçün ora müraciət edin, şəkillərinizi, bacarıqlarınızı mütləq göndərin. Gözləyirik ya. Gözləyirik. Sağ olun uşaqlar. Sağ olun uşaqlar. Gələn görüşənə də. Sağ olun uşaqlar. Sağ olun. Ura la 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 la.